Əziz qardaşlarım, 4 dənə sual var. Bu 4 sualı hər bir müsəlman özünə versin və cavablarını axtarsın öz-özlüyündə. Sualları oxuyacağım və cavabları ətrafında bir neçə məsələyə inşallah ki toxunacağım. Ola bilsin ki birinci sualın cavabını hamı cavablandırsın. Ola bilsin yox. Bütün müsəlmanlar bu sualın cavabını cavablandıracaq. İkinci sual isə əksər müsəlmanlar burada tərəddüd edəcək cavablandırmaq üçün. Üçüncü sualın hamısı istəyər ki cavablandırsın və bunun üçün çalışar. Dördüncü sual da eyni ilə. Birinci sual odur ki, Allah'ı sevirsən. İnanmıram ki yeryüzündə hər hansı bir müsəlman mən Rəbb olaraq Allah'tan, din olaraq İslam'dan, Nəbi olaraq Muhammed'dən sallallahu aleyhi ve sellem'dən razıyam deyən bir müsəlman Allah'ı sevirsən sualın cavabında fikirləşsin və yaxud desin ki bilmirəm. Cavab olaraq əlbəttə ki deyəcək sevirəm. Mütləq olaraq deyəcək ki Allah'ı sevirəm. Heç belə sual vermək olarmı ki Allah'ı sevirsən? Cavablar bu cür olacaq, elə deyilmi? Bütün müsəlmanlar bir ağızdan deyəcək ki bəli mən Allah'ı sevirəm. İkinci sual. Bəs yaxşı Allah səni sevirmi? Allah səni sevir. Üçüncü sual. Allah'ın sevgisini qazanmaq üçün xüsusi yollar varmı? Dördüncü sual. Allah səni sevərsə onun səmərələri nədir? Allah səni sevərsə onun səmərələri necə olacaq? Birinci sualın cavabını dedi ki, bütün müsəlmanlar deyəcək ki, bəli, Allah'ı sevirəm. Burada dayamağa ehtiyac yoxdur. Birinci sualla ikinci sual arasında rabitə var. İkinci sual dedi ki, bəs Allah səni sevirmi? Şərt o deyil ki, sən Allah'ı sevirsən. Subhanallah. Əsas olan odur ki, Allah səni sevirmi? Baxın, bunun üçün oturub fikirləşmək lazımdır. Bunun üçün cəhd eləmək lazımdır ki, Allah'ın sevgisini qazanmaq. Şəriətə baxanda, kitab və sünnətə nəzər salanda görürük ki, elm əhlinin imtihan ayəsi adlandırdığı bir ayəni tapırıq. Və bu ayə haqqında danışacağım. Ayə o qədər əzəmətli ayədir ki, subhanallah. Bu ikinci sualla da birinci sualla da əlaqəsi var. Dedik ki, elə bir müsəlman yoxdur ki, yeryüzündə soruşulanda ki, Allah'ı sevirsənmi? Bəli olaraq cavab versin, elə deyilmi? Yaxşı, bu sevgini qazanmaq üçün bəs Allah da səni sevirmi? İkinci sualı ünvanlamaq lazımdır. Hər kəsən özünə ünvanlasın və cavabına baxsın. Allah subhanahu wa ta'ala biraz önce dediyim bu ayətdə, hansı ki elm əhli bunu imtihan ayəti adlandırıb, Əl-İmran surəsinin 31-ci ayəsində Allah subhanahu wa ta'ala buyurur ki, قُلْ إِنْ كُنْتُمْ تُحِبُّونَ اللّٰهَ فَاتَّبِعُونِ يُحْبِبُكُمُ اللّٰهِ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَاللّٰهُ غَفُورٌ رَحِيمٌ. De, əgər siz Allah'ı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhimlidir. Bu ayənin üzərində dayanaq və 3 dənə burada şərt var. Rica edirəm ki, diqqətlə dinləyək və bunları təfəkkür edək, tədəbbür edək. Allah subhanahu wa ta'ala buyurur ki, قُلْ إِنْ كُنْتُمْ تُحِبُّونَ اللّٰهِ. De, əgər Allah'ı sevirsinizsə, şərt gəldi mi? Birinci şərt. Hamımız deyirik ki, bir ağızdan bəli Allah'ı sevirik. Üzərimizə elə bir vacib gəlir ki, subhanallah, bu vacibdən boyun qasırmaq olmaz. Mütləqdir ki, yerinə yetirək
Hətta ikinci sualın cavabını qazanmaq üçün. İkinci sualda nə idi? Bəs Allah səni sevirmi? O sevgini qazanmaq üçün üzərimizə gələn vacib nədir? Ayətin ikinci cümləsi. Mənim ardımca gəlin ki, Muhammedin sallallahu aleyhi ve sellem, Allah da sizi sevsin. Subhanallah, subhanallah. Fikir verdiniz mi? Yani sualları tekrarlayıram. Ey Amir, ey Ahmed, ey Muhammed, Allah'ı sevirsən mi? Əlbəttə ki, Allah'ı sevirəm. Bəs Allah səni sevirmi? Bunun cavabını bilmirəm. İstəyirsənmi ki, bunun cavabını biləsən və o sinif insanlardan olasan, o zaman diqqətlə dinlə. Qul in kuntum tuhibbunallahı. Əgər Allah'ı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin. Subhanallah. Fikir verdiniz? İkinci şərt bu nədir? İkinci şərt nədir? Mənim ardımca gəlin ki, yəni Muhammedin sallallahu aleyhi ve sellem ardımca getmək, Allah da sizi sevsin. Üçüncü nədir? Üçüncü də burada müjdə gəlir. وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَاللّٰهُ غَفُرْ رَحِيمٌ. Allah günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhmlidir. Siz düşünün ki, subhanallah, Muhammed sallallahu aleyhi ve selleme tabiçilik Allah'ın sevgisini kazanmaktır. Ve günahların bağışlanması için bir sebeptir. Sallallahu aleyhi ve sellem. Sallallahu aleyhi ve sellem. Yaxşı. Əziz qardaşlarım, bunu qayda olaraq əzbərləmək bir cümlə var. Bu cümləni qayda olaraq əzbərləmək lazımdır və mənhəc etmək lazımdır. Bunu hər bir müsəlman həyatında mənhəc etsin ki, kim istəyirsə ki, həm bu dünyada, həm də axirətdə saadətə nail olsun, Allah Resulü sallallahu aleyhi ve sellemə tabi olsun. Təkrar edirəm. Kim istəyirsə ki, həm bu dünyada, həm də axirətdə saadətə nail olsun, xoşbəxtliyə nail olsun, o zaman Allah Resulü sallallahu aleyhi ve selleme tabi olmaq lazımdır. Bütün xeyirlərin başında Allah Resulü sallallahu aleyhi ve selleme tabiçilik dayanır. Vallahi. Bütün xeyirlərin başında. Sənin nə qədər Allah qatında yüksəkliyinin dərəcəni bilmək istəyirsənsə, o qədər Allah Resulü sallallahu aleyhi ve selleme tabiçiliyinə bax. Sünnət üzərində yüksələcəksən. Əksi olaraq Allah qorusun, bidətlər üzərində, yeniliklər üzərində, xurafatlar üzərində alçalacaqsın. Səni alçaldan Allah olacaq. Səni Allah alçaldacaq, subhanallah. Ona görə insan gəl neynəsin? Bərk-bərk yapışsın. Sünnətdən bərk-bərk yapışsın, subhanallah. Üçüncü sual. Allah'ın sevgisini qazanmaq üçün yollar var mı? Bəli. Elm əhli o yollardan bir neçəsini zikr edir. Qısa olaraq mən də onlardan bir neçəsini inşallah sizlərə oxuyacağam. Ən yaxşı yol nafilə ibadətlər. Nafilə ibadətlərlə insan Allah'ın sevgisini qazanır. Necə ki, Abu Hureyra radiyallahu anhu Peyğəmbərdən sallallahu aleyhi ve sellemlə Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellemdə Rəbbi olan Allah'tan rəvayət edir. Bu cürə işləndə nə bilirik? Görürük hədis, qudsi hədis. Qudsi və ilahi hədis deyilir. Allah subhanahu wa ta'ala buyurur. Kim mənim dostumla düşmənlik edərsə, mən ona hərb elan edərəm. Qulumun mənə sevimli olan və onun vasitəsilə mənə yaxınlaşdığı ən gözəl əməl ona vacib buyurduğum əməllərdir. Fikir verin, şəhid hissəsinə gəlirik. Allah subhanahu ta'ala buyurur. Qulum nafilə ibadətlərini yerinə yetirməklə mənə o qədər yaxınlaşar ki, mən onu sevərəm. Onu sevdiyim təqdirdə onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən diləyərsə, onun diləyini verərəm, sığınacaq istəsə ona sığınacaq verərəm. Burada bir məsələ var, onu gərək qeyd edəm. Hətta bu yanlış anlaşılmaz. Burada Allah subhanahu ta'ala buyurur ki, onu sevdiğin təqdirdə onun eşidən qulağı, görən gözü, alimlər şərhində deyirlər ki, yəni bir mənada bütün işlərdə ona yardım olaram.
bütün işlərində ona yardımcı olaraq. Qulağı ilə bağlı olan məsələlərdə, gözü ilə bağlı olan məsələlərdə, getdiyi yerlərlə bağlı olan məsələlərdə, gördüyü işlərlə bağlı olan məsələlərdə, bütün işlərdə ona yardımcı olaram. Bütün işlərdə ona yardımcı olaram. Tayyib, barakallahu fikum. İkinci nədir? Bu nafilə ibadətlərdən hansı ki nədir? Bununla insan Allahın sevgisini qazanır. Çoxlu tövbə və istiğfar etmək. Çoxlu tövbə və istiğfar etmək. Uca Allah buyurur ki, şübhəsiz ki, Allah tövbə edənləri sevir. Şübhəsiz ki, Allah tövbə edənləri sevir. Sonra yaxşı əməllər, yaxşı salih əməllər işləmək. Yəni Allah Subhanahu taala buyurur ki, Allah yaxşılıq edənləri sevir. Dördüncü sual, axırıncı sual. Dedi ki, Allahın sevgisinin qazandıqdan sonra onun səmərələri. Subhanallah. Bir hədis var, bununla kifayətlənəcəm. Çünki bundan artığına ehtiyac görmürəm. Lüzum görmürəm ki, bu hədisdən artığını oxuyaq. Hədis o qədər əzəmətlidir ki, subhanallah. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, əgər Allah hər hansı bir qulu sevərsə, diqqətli olun, əgər Allah hər hansı bir qulu sevərsə, Cəbrail aleyhisselama səslənər. O qulun sevgisini Cəbrailə xəbər verər, aleyhisselam. Və ona deyər ki, sən də o qulu sev. Sonra Cəbrail aleyhisselam göy səmasına səslənər. Orada olan mələklərə əmr edər ki, siz də bu qulu sevin. Subhanallah. Sonra da axırda Allah subhanahu wa ta'ala o qulu neynəyər? Yer üzündə qəbul edər. Yer üzündə Allah subhanahu wa ta'ala o qulu qəbul edər. Yəni, qəbul qayır insanların qəlbində. Baxırsan ki, bəzən bizim yüzlərlə, minlərlə görmədiyimiz insanlar, qəlbimizdə onlara qarşı elə sevgi var ki, biz onları görməmişik, düzdür? Lakin Allah subhanahu wa ta'ala onları yer üzündə qəbul qoyur. Misal olaraq İmam Buxari, İmam Muslim, biz tanıyırıq mı onları? Xeyr. Adlarını eşitmişik, kitablarını bilirik. Amma şəxsi olaraq onları heç kim bizdən tanımırdı. Heç babalarımız da tanımır. Neçə əsrlər bundan öncə, subhanallah. Amma onları nə qədər sevirik? Bəzən də görsən ki, insanlar, bəzi adamlar Allahın, belə deyək də, rəhm etdiyi qullar var. Onlar bir də görürsünüz, elm əhlini valideynlərdən də çox sevir, subhanallah. Həmin o insanlara Allah subhanahu ta'ala nə edib? İnsanların qəlbinə qoyur. Qəlbinə salıb ki, onlara qarşı insanların qəlbində sevgi, məhəbbət olsun. Allahdan dilərəm ki, Allah subhanahu ta'ala bizə də nəsib eləsin ki, biz də Allahı sevək. Allah da bizi sevsin, subhanahu ta'ala. Biz Allahdan dilərəm ki, Allah bizi sevsin. Allahın sevməyini qazanan əməlləri yerinə yetirək. Allah Teala bizi sonda olan bu dördüncü məsələdə olan kimi bizim adımızı çəksin Cəbrailə aleyhisselama və bizi sevsin, bizi yer üzündə də göy səmasında da sevilən qullardan etsin. Allah Subhanahu taala'dan dilərəm eşitdiklərimizi bizim üçün faydalı etsin. Allah Teala sözlərimizə və əməllərimizə bizi ixlaslı olan qullardan etsin. Subhanakallahumma bihamdik. Əşhədu an la ilahe illa ente estağfiruka və etûbü ileyk.